Ramazan bayramı martın 20'sine təsadüf edir. Doğru Xəbər Azərbaycan bildirir ki, bu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı təbrikində öz əksini tapıb. Bildirilib ki, Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin Türk Dövlətləri Təşkilatı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi fətvaya əsasən bu il Şəvval ayının 1-i Ramazan bayramı miladi təqvimlə martın 20-sinə təsadüf edir. Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü, bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə imkanı olan hər bir şəxsə adam başına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.